Çünki bizim əsas ixrac kəmərimiz Rusiya istiqamətində idi, Bakı-Novorosiysk. Birinci alternativ yaradıldı üzü Qara dənizə, Bakı-Subsa kəməri, sonra Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkildi. Sonrakı illərdə dəmir yolu segmenti üzrə əlavə iş görüldü. Bakı-Tbilisi-Kars dəmir yolu layihəsi icra olundu və bu arada bu layihə ciddi maneələrlə, yəni bir çox dünya dövlətləri elə hesab edirdi ki, bu layihə Ermənistanı blokadada saxlayır və maliyyə deyək ki, imkanları məhdudlaşdırırdılar. Ona görə Azərbaycan öz imkanı hesabına bu layihələri bütün narazılıqlara baxmayaraq icra etdi. Sonrakı illərdə artıq Cənub qaz dəhlizi layihəsi, hansı ki 3500 kilometrlik bir boru kəməri sistemini Qapalı Xəzərdən Azərbaycanı Avropaya bağladı və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə imkanlar yaratdı.